Boşanmaların statistikasında valideynlərin rolu çox böyükdür. Əvvəl valideyn qızına deyirdi ki, indi bəzə baxıram, bəziləri çıxıb özlərini qəhrəman təqdim edirlər ki, bu geridə qalmışdıq. Xeyr, geridə qalmışdıq deyil. Ata övladına deyirdi ki, bala, get, bu evdən sənin ölün çıxmalıdır. Məcazi mənada, yəni ki, məcazi mənada deyirdi. Yəni deyirdi ki, get yoldaşınla yola get. İstənilən təzə qurmuş ailədə bir nifaq ola bilər, fikir ayrılığı ola bilər, narazılıq ola bilər, amma səbr etməlisən. Bu yolu hamı keçibdir. Yəni təzə-təzə hərə bir evdən gəlib, amma indi Allah uzaq eləsin, bir şey olan kimi ata-ana hücum edir, o onu döyür, bu bunu döyür. Çünki səviyyə yoxdur, dünya görüş yoxdur. Yəni sənə nə lazımdır? Sənin övladın xoşbəxtliyi lazımdır. Sən 2 gündən bir hücum edirsən, qız da fikirləşir ki, əşi nəyimə lazımdır? Gəlim atam-anam mənə baxacaq. Hətta bəzi valideynlər deyir ki, sən narahat olma, boşan gəl, mən sənə baxacağam. Yaxşı, bu uşaqların nə günahı var? Deməli, mənəvi dəyərlər üstünlükdə. Bu cəmiyyətin nə günahı var? Bunu biz düşünməliyik, bu bizi ciddi narahat etməlidir. İndi müəllim, bu məsələlərin hamısını qeyd elədiniz. O evlənməyə mane olan səbəblər təkcə o toyun mərasiminin öz xərci deyil, hələ digər xərclər də var. Məsələn, mütləq oğlan əvvəlcədən ev almalıdır. Sizin bu yaşda, sizdən əvvəlki yaşda hamının ev olub evlənənlər. Yəni indi bax çox gözəl bir məsələyə gəldiniz. Anormal bir yanaşmadır. Mən bunu soruşuram. Bax Sovet dövründə indi siz də qeyd etdiniz də, insanlar kənddən rayonda gəlirdi, evlənirdi, illərlə yataqxanada qalırdı. Sonra ev alırdı. Çətin şəraitdə qalırdı, gecə qonduda qalırdı. İndi təzə bir tendensiyadır. Bismillah eləməmiş ən birinci sual. Ayrı evin olmalıdır, bahalı maşının olmalıdır. Yaxşı işin, bu sənə bu lazımdır. Yalnız maddi dəyərlər üzərində xoşbəxtlik lazımdır. Sənə nə lazımdır? Yəni maddi dəyərlər üzərində qurulan ailə dağılmağa məhkumdur. Yalnız ailə mənəvi dəyərlər üzərində qurula bilər. Ona görə bu maddi elementləri kənara qoymaq lazım ki, gənclər evlənə bilsin.